بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن نبينا محمد وعلى آله وأصحابه أجمعين اللهم لا علم لي إلا ما علمتني وعلمني بما ينفعني وزدني علما وبعد İnşallah tövhid məsələləri dərsimiz davam edir. Bugünkü dərsdə inşallah çalışacaq bir neçə məsələyə toxunaq. Birincisi, şəhadətin mənası. Birincisi, şəhadətin mənası. Yəni, La iləhə illallah, Muhammedur Rasulullah kəlməsinin əsl və həqiqi və doğru olan mənası. Və bu kəlmə tövhidin mənasında bəzi bidət firqələrindən meydana gəlmiş səhv təfsirlərə, xata olan, doğru olmayan təfsirlərə toxunacaq ki, hətta tamamilə bu kəlmənin doğru mənası ortaya çıxsın deyə. İlk öncə La iləhə illallah Muhammed Rasulullah kəlməsinin mənası. La iləhə illallah mənası odur ki, etiqad etmək, iqrar etmək, yəni təsdiq etmək, şəksiz, şübhəsiz ki, ibadətə layiq olan Allahdan başqa heç bir məbud yoxdur. La iləhə illallah kəlməsinin qısa mənası budur. Etiqad etmək, təsdiq etmək, şəksiz, şübhəsiz ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Və bu kəlməyə sarılmaq və bu kəlmənin özlüyündə əhatə edən mənanı əməl etmək, tətbiq etmək. Qısa mənası budur, La iləhə illallahın. İki kəlmədən ibarətdir, La iləhə illallah. La iləhə, inşallah olar gələcək ikinci məsələdə, qısa mənası, La iləhənin, La kəlməsinin xəbəri var. Mübtədə, xəbər deyən bir şey var. Onun, yəni ki, bu kəlmənin içində təqdirdə olan, mənası deyilməyən və mənası gizlidə olan kəlmə var. O kəlmə bihaqq kəlməsidir, bihaqq, haqqı ilə. Yəni, la iləhə bihaqqin illallah. Kəlmənin əsl mənası belədir, doğru mənası belədir. Bihaqqin kəlməsi təqdirdədir orada. Ərab olaraq, kəlmə olaraq yerləşməyib, lakin məna olaraq bu təqdirdədir. Çünki bunu təqdirə salmasan, bu kəlmənin mənası doğru olaraq başa düşülmür. Doğru mənanı nədir? La iləhə bihaqqin illallah. Doğru mənası budur. La iləhə illallah kəlməsinin mənası budur. Sadəcə və sadəcə bihaqq kəlməsi zikr olunmur deyildiyi zaman təqdirdə qalır. Amma həqiqi mənasında o lazımdır. Bəzi İslama nisbət olan firqələr deyir ki, o təqdirdə olan məna, kəlmə bihaqq kəlməsi deyil. Mevcud kəlməsidir, mevcud. Yəni ki, var olan. Biz dedik ki, əgər bihaqq kəlməsi olsa, kəlmə tövhid əsl mənanı yerinə yetirmiş olur. Yəni, haqqı ilə ibadətə layiq olan məbud yoxdur. Bihaqq kəlməsini qoysaq. Mevcud kəlməsini qoysaq, mənası çıxır ki, Allahdan başqa var olan yoxdur. Allahdan başqa var olan yoxdur kəlməsi, durum onu yalanlayır. Durum. Çünki hal-hazırda görürük ki, Allahdan başqa məbudlar var, ibadət olunanlar var. Amma haqq kəlməsini qoysaq, haqqı ilə yoxdur, məna düz çıxır. Əgər desək ki, Allahdan başqa var olan yoxdur, onda mənası çıxır ki, ibadət olunanların hamısı haqdır. Kim daşa ibadət edirsə, kim heyvana ibadət edirsə, kim bütə ibadət edirsə, kim qəbrə ibadət edirsə, əgər mevcud kəlməsini qoysaq təqdirdə, mənası odur ki, bu ibadət olunanların hamısı haqdır. Lakin haqqı ilə kəlməsini təqdirə qoysaq, onda bunların hamısı iptal olunmuş olur. Bunların hamısını rədd etmiş olursan, çünki bunların heç bir ibadət haqq eləmir. Bunların heç biri ibadətə layiq deyil.
Doğru olan təfsir budur. Bəziləri deyir ki, yox, bunun mənası odur ki, la ilahe illallahın la ma'budə illallah. Allahdan başqa ibadət olunan yoxdur. Bayaqki təfsirdə. Bu cür təfsir vermək la ilahe illallah kəlməsinə ki, Allahdan başqa ibadət olunan yoxdur mənasındadır. Bu batil bir mənadır. Bu batil bir təfsirdir, batil bir açıqlamadır, batil bir yozumdur. Nəyə görə? Çünki Allahdan başqa dedik ki, ibadət olunanlar var. Bugün, baxın, bir çox insanlar bütlərə ibadət eləyir, bəziləri inəklərə ibadət eləyir, quşlara ibadət eləyir, heykəllərə və s. kimi. Desən ki, Allahdan başqa ibadət olunan yoxdur, bəs mənası nədir? O qədər ibadət olunanlar var. Onları necə rədd edə bilərsən? Və yaxud da bundan onun başa düşülür ki, bu ibadət olunanların hamısı Allaha ibadət olunmuş kimidir. Yəni, nə ibadət eləyirsən, et, sən Allaha ibadət etmiş sayılırsan. Bu da vahdətül vücud əqidəsidir. Vahdətül vücud nədir? Bəzi kafir olan firqələr var, bəzi kafir firqələr var. Deyirlər ki, hər var, nə varsa hamısı Allahdır. Allah, haşa. Nəyə ibadət eləsən, sən Allaha ibadət eləmiş olsan. Bu əqidə ona gətirib çıxardır. Ona görə bu təfsir batil təfsirdir. Həmçinin batil təfsirlərindən və yaxud da doğru olmayan və naqiz təfsirlərindən bəzilər deyir ki, la ilahe illallah mənası la xaliqa illallah. Allahdan başqa yaradan yoxdur deməkdir. La ilahe illallah deyilən mənası odur ki, Allahdan başqa yaradan yoxdur. Bu da naqisdir. Çünki dedik ki, yaratmaq Allahdan rububiyyə sifətidir. Yəni bu tövhidin hamısı deyil, tövhidin bir hissəsi sayılır. Ona görə kim bunu desə, tövhidi yerinə yetirmiş olmur. Yəni ki, necə lazımdır. Bununla da tövhid tamamlamış olmur. Bu, Allahdan başqa yaradan yoxdur, tövhidin bir hissəsidir. Əsas tövhiddə olan məqsəd burada yoxdur. O da ibadətdə Allahı təhlimək. Ona görə bu cür təfsir vermək də batildir. Əksinə bəzi elm əhli deyir ki, bu təfsir Məkkə müşriklərinin təfsiridir. Çünki onlar da deyirlər ki, Allahdan başqa yaradan yoxdur, Allahdan başqa rızqı verən yoxdur, Allahdan başqa idarə edən yoxdur. Onlar da deyirlərdi bunu. Ona görə doğru olan nə idi, qardaşlar? Bayaq dediyimiz ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. Bəziləri belə təfsir edir ki, la hakimiyyətə illallah. La ilahe illallahın mənası odur ki, Allahdan başqa hökm edən yoxdur. Bu da bayaqki kimi tövhidin bir hissəsidir. Hökm etmək rububiyyə tövhidindən bir hissədir. Hökm Allahındır, idarə edən Allahdır. Allahdan başqa heç kəsin hökmü yoxdur. Bu da həmin mənada keçmiş, bayaq dediyim kimi, rububiyyə tövhidindən bir hissədir. Uluhiyyə tövhidi bura daxil olmur. Yəni bir adam demiş olsa ki, Allahdan başqa hökm yoxdur, ancaq Allahın hökmüdür. Amma onunla bərabər gedib qəbirləri tapsa, bütlərə ibadət eləsə, o insan muvahhid sayılırmı? Tövhid əhli sayılırmı? Sayılmır. Ona görə bu cür təfsir vermək də tövhiddə düzgün təfsir verməmək sayılır. Ona görə ən doğru, la ilahe illallah kəlməsinin mənası, ən doğru olan sahabələrdə və tabeinlərdə və onlara tabi olan indikiyə kimi və qiyamət gününə kimi davam edəsi ən doğru təfsir odur ki, deyəsən ki, la ilahe illallah mənası odur ki, la ma'budə bi haqqin illallah və yaxud la ilahə bi haqqin illallah. Yəni Allahdan başqa ibadətə layiq olan haqq, məbud ibadət olunan yoxdur. Bu qısacası kəlmə şəhadətin mənası idi, əziz qardaşlarım. Və bunun mənasında səhv, doğru olmayan, xata olan bəzi təfsirlər idi, hansı ki zikr elədik. İkinci məsələ odur ki, şəhadət ənə Muhammedə Rasulullah. Muhammedə Rasulullah kəlməsinin qısaca mənası, bu da o deməkdir ki, etiraf etmək daxildə və batində. Bir insan Muhammedə Rasulullah kəlməsini deyirsə, mənası odur ki, doğru mənası odur ki, etiraf edirəm daxilimdə və xaricimdə həqiqətən Muhammed Allahın quludur və bütün insanlara göndərdiyi elçisidir. Qısa mənası budur. Etiraf edirəm, təsdiq edirəm ki, Muhammed sallallahu aleyhi ve sellem Allahın quludur və bütün insanlara göndərdiyi elçisi və yaxud peyğəmbəridir. Və onun gətirdiyi şəriətə təslim olmaqdır. Gətirdiyi şəriətdə ona itaət etmək, onun bizə xəbər verdiklərini təsdiqləmək
və qadağan etdiklərindən uzaq durmaq və bu dində Allaha onun başa saldığı kimi ibadət etməkdir. Qısacası, Muhammed Rasulullah kəlməsi budur. Qardaşlar, La ilahe illallah kəlməsi iki rukunun üzərində qurulub. La ilahe illallah kəlməsi, tövhid kəlməsi, şəhadət kəlməsi iki rukunun, iki dirəyin üstündə qurulub. Bu mənası nə deməkdir? İki dirəyin, rukunun. Yəni ki, o ikisi, iki dirək olmasa, heç hası olmasa mənası odur ki, kəlmə şəhadət, yəni ki, kim kəlmə şəhadəti o iki dirəyin üzərində deməsə, mənası odur ki, o insanın kəlmə şəhadəti yoxdur. Və yaxud da biri olub, biri olsa demək ki, o insanın kamil deyil kəlmə şəhadəti. Kəlmə şəhadət iki şeyin üzərində, iki dirəyin üstündə qurulub. Birincisi inkar, ikincisi isə isbat, təsdiqləmək. İnkar nədir? La ilahə. İlah yoxdur. Mənası nədir? Mənası şirki iptal etməkdir, şirki rədd etməkdir. Yəni Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Mənası budur. İkincisi isbatdır. Yəni Allahdır ancaq ibadətə layiq olan. İllallah, Allahdır ancaq ibadətə layiq olan. Bu iki mənanın üzərində qurulur kəlmə şəhadət. Hər iki məna da bir çox ayətlərdə cəm olub. Bunlardan ən məşhuru Bəqara surəsinin 256-cı ayəsidir. Allah Teala buyurur: "Əuzu billahi mineşşeytanirracim. Femen yekfur bit-tağuti ve yu'min billahi faqad istemseke bil-urvetil vusqa." Kim tağutları inkar edərsə, kim Allahdan başqa razı olduğu halda ibadət olunanları rədd edərsə, inkar edərsə, o birinci mənası idi. Hansı ki, dedik ki, la ilahə mənası odur ki, Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. Bütün Allahdan başqa ibadət olunan nə varsa hamısı batildir, hamısı yalandır, heç bir doğru deyil. Bu o mənasındadır kim tağut inkar edərsə. Və yu'min billah, Allaha iman edərsə, kim tağutları inkar edərsə, Allaha iman edərsə, o faqad istemseke bil urvetil vusqa, urvetil vusqadan möhkəm tutmuş olar. Urvetil vusqada la ilahe illallah kəlməsidir. Yəni la ilahe illallahdan möhkəm tutmuş olur və onu doğru şəkildə tətbiq etmiş olur, əməl etmiş olur mənasındadır. Deməli burada fəmən yekfur bit-tağuti və yu'min billah, kim tağutları inkar edərsə və Allaha inanarsa, bu da isbat mənasına sübutdur. Yəni ki, etiqad eləyərsə, qəlbi ilə inanarsa ki, ibadətə layiq olan haqq məbud tək Allahdır, o insan kəlmə şəhadətin, tövhid kəlməsini artıq neynəmiş olar? Doğru şəkildə deyib, ona əməl edənlərdən hesab olmuş olar. Həmçinin qardaşlar, elm əhli deyir ki, Muhammedur Rasulullah kəlməsinin də, hansı ki, bunların ikisi şəhadəteyn sayılır. La ilahe illallah Muhammed Rasulullah, şəhadəteyn deyirlər ona. Onun da iki dənə rukunu var. İki dənə dirəyin üstündə qurulub. O da abduhu və rasuluhu kəlməsi. Çünki kim deyirsə ki, Muhammed Rasulullah iki şeyə inanmalıdır. Birincisi, etiqad eləməlidir ki, Peyğəmbər s.ə.v Allahın quludur. Birinci rukun budur. Allahın quludur. İkincisi, Allahın göndərdiyi Peyğəmbərdir. Əgər bu iki rukun tətbiq olunarsa, onda Peyğəmbər s.ə.v ifrat və təfriddən uzaq qalmış olur. Yəni, Peyğəmbər s.ə.v haqqında nə ifrat etmiş olmursan, həddini aşmış olmursan, nə də təfrid etmiş olmursan, nə də Peyğəmbər s.ə.v haqqında səhlənkarlıq etmiş olmursan. Muhammed Rasulullah kəlməsi bu iki rukunun üzərində qurulur. Ona görə Peyğəmbər mövzusunda zəlalətə düşən, bu iki məfhumda, bu iki anlayışda zəlalətə düşənlərdir. Bəzilər görürsən ki, Peyğəmbər s.ə.v sevirəm deyib, onu Peyğəmbərlik məqamından uca tutur, uca qaldırır. Hətta Peyğəmbər s.ə.və Allaha məxsus olan sifətləri verir. Peyğəmbər s.ə.və vəsfləndirir Allaha məxsus olan sifətlərlə. Bu ifratdır bu. Bu ifratdır. Həddi aşmaqdır Peyğəmbər s.ə.v haqqında. Çünki qul heç vaxt, məxluq heç vaxt Xaliqin sifətini daşıya bilməz. Məxluq, qul heç vaxt Allahın yaradanın sifətini daşıya bilməz. Ona görə, əziz qardaşlarım, bu din orta dindir. Nə ifrat, nə də təfrid. Nə həddi aşmaq, nə də səhlənkarlıq. Orta yol tutmalısan.
Və Peyğəmbər s.ə.v hər iki sifətdə ən kamil sifət sahibidir. Həm qulluğunda Allaha ən layiq olan quldur. Ən kamil bəşər Adəm övladıdır Peyğəmbər s.ə.v. Ubudiyyədə qul sifətində Peyğəmbərdən kamil insan yoxdur. Allaha layiq ən kamil insan odur. Və o ən kamil Peyğəmbər də odur. Hər iki sifətdə Peyğəmbər s.ə.v ən kamil insandır. Və Peyğəmbərlərin ən əfzəlidir Muhammed s.ə.v. Bilirsiniz, Quran-ı Kərimdə adı çəkilən 25 Peyğəmbər var. Bunların, umumən, bütün Peyğəmbərlərin ən əfzəli 5'dir. Onlara ulul azm deyirlər. O 5'inin ən əfzəli, bütün Peyğəmbərlərin ən əfzəli Muhammed sallallahu aleyhi və səlləmdir. Allah Teala buyurur Quran-ı Kərimdə, hətta rədd olsun o kəslərədir ki, Peyğəmbər s.ə.v bəşəriyyət sifətindən qaldırırlar. Peyğəmbər s.ə.v bəşəriyyət sifətindən çıxardırlar. Ona qul demək istəmirlər. Bəzi İslama nisbət olan firqələr var. İslamın dili ilə danışan firqələr var. Məsələ, Gulət-ü Sufiyyə deyirlər. Sufilərin hədlərini aşmışları. Hansı ki, Peyğəmbər s.ə.və Allaha məxsus olan sifətlər belə deyirlər ki, Peyğəmbər s.ə.v qeybi bilir. Peyğəmbər s.ə.v dünyada olan şeyləri idarə eləyir. Nə bilim, gəlir onların şeyxləri ilə görüşür. Onların məclislərinə gəlir, onların rəqs mərasimlərinə gəlir və s. kimi zəlalət və yaxud münkər olan sözlər tələffüz edirlər. Allah Teala Quran-ı Kərimdə buyurur, Əl-Kəhf surəsinin 110-cu ayəsində Qul innəmə ənə bəşərun mislukum. Ey Muhammed, de ki, mən də sizin kimi insanam. Onlara de ki, mən də sizin kimi insanam. Yəni, siz yemək yeyirsiniz, mən də yeyirəm. Siz necə evlənirsiniz, mən də evlənirəm. Siz necə xəstələnirsiniz, mən də xəstələnirəm. Siz rızqının arxası ilə gəzən kimi, rızqı qazanan kimi, mən də rızq qazanıram. Sizin başınıza gələn mənim başıma da gəlir. Mən də sizin kimi bir insanım. Peyğəmbər s.ə.v əsas özəlliyi, möhtərəm qardaşlar, nədir? Allah Teala öz risaləsini, öz məktubunu, öz kitabını, şəriətini nazil eləmək üçün Peyğəmbər s.ə.v vasitə tutur. Yəni, onun vasitəsilə bizlərə çatdırır. Hamı ilə bir-bir danışmır Allah Teala. Vəhiyini sənə belə, o desin, ona belə desin. Belə deyil. Hər ümmətə şəriətini nazil eləmək üçün həmin ümmətdən bir Peyğəmbər seçir. Və başqa bir ayətdə həmçinin Allah Teala buyurur ki, Quran-ı Kərimdə Əleyhissallahu bikafin abdəhu, Zumar surəsinin 36-cı ayəsində Allah Teala deyir, quluna kafi deyilmi? Quluna kifayət edən, qulunu qoruyan, qulunu qorumaqda, hifz eləməkdə kafi, yetərli olan birisi deyilmi? Peyğəmbər s.ə.v qul adlandırır, qul. Çünki Peyğəmbər s.ə.v Allahın qulu idi. Həmçinin Allah Teala Kəhf surəsinin 1-ci ayəsində buyurur, Elhamdülillahilləzi ənzələ alə abdihil kitab. Həmd olsun Allaha ki, quluna kitabı nazil elədi. Yəni Peyğəmbər s.ə.v. Ona görə Peyğəmbər s.ə.v bəzi hədislərdə rivayət edir ki, kim deyərsə ki, Allahdan başqa Allah yoxdur və mən də onun qulu və elçisiyəm, hətta insanlar həddini aşmasın deyə. Hətta insanlar həddini aşmasın deyə qulu və elçisiyəm. Necə ki, Allah Teala Quran-ı Kərimdə də adlandırır, o Allahın quludur. Ona görə iddia ilə həqiqətdə fərq var. Bir insan iddia edirsə və deyir ki, mən Peyğəmbəri sevdiyimə görə ona bu vəsifləri verirəm, deyir ki, sən yalancısan. Çünki Peyğəmbər s.ə.v həqiqi sevgisi Allahın endirdiyi mənzilə endirməkdir Peyğəmbər s.ə.v və yaxud Allahın qoyduğu mənzilə qoymaqdır Peyğəmbər s.ə.v. Peyğəmbərin özü bizdən ona qarşı nəyi tələb edibsə, haqq hüququ onun yerinə yetirməkdir. Peyğəmbəri sevmək bundan iləri gəlir. Çünki Allah Teala Quran-ı Kərimdə buyurur, Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullah və yaghfir lakum zunubakum vallahu ghafurur rahim. De, ey Muhammed onlara, əgər siz Allah'ı sevirsinizsə, onda mənə tabi olun. Yəni, bir insanın Məhəmməd Peyğəmbərə tabi olması, sallallahu aleyhi ve sellem, Allah'ı sevməsinə dəlildir. Çünki Allah'ı sevənlər ancaq Peyğəmbərə tabi olur. Allah'ı sevməyənlər Peyğəmbərə tabi olmur. De onlara ki, əgər siz Allah'ı sevirsinizsə, mənə tabi olun və mənim yolumla gedin. Mənim gətirdiyim şəriəti götürün. Ki Allah da sizi sevsin, üstəlik də günahlarınızı bağışlasın. Allah günahları bağışlayan və rəhm edəndir. Və
Rasul kəlməsinin mənası, hansı ki, dedik ki, 2 rukunu var. Muhammed Rasulullah, yəni qulu, onu izah elədik və Rasuludur. Rasulü mənası nə deməkdir? Yəni, Allah-u Teala onu bütün insanlara qorxudan və müjdə verən olaraq göndərmişdir. Rasul, Allah Teala Peyğəmbər s.ə.v, Muhammed s.ə.v bütün insanlara həm müjdə verən, yaxşı əməllər edənlərə, həm də qorxudan pis əməllər edənlərə bunun üçün gəlmişdir Peyğəmbər s.ə.v. Baxın, bütün insanlara. Əvvəlki Peyğəmbərlərin risaləsi, Peyğəmbərliyi məhdud idi. Müəyyən bir zamanda, müəyyən bir qavma, müəyyən bir cəmaata, müəyyən bir topluma aid idi. Gələn Peyğəmbərlər belə gəlirdi. Müəyyən bir müddət üzrə və müəyyən bir qavma. Hətta elə olurdu ki, birdən 3 Peyğəmbər, 3-ü də bir dövrdə olurdu. İbrahim Peyğəmbər, İshaq Peyğəmbər, İsmail Peyğəmbər. 3-ü də bir dövrdə. Musa Peyğəmbər və hansı? Musa, Harun və Şuayb əleyhissalam. Və həmçinin başqa Peyğəmbərlər. Həmçinin başqa Peyğəmbərlərin bir dövrdə gəliblər. Amma Peyğəmbər s.ə.v bütün insanlara gəlib. Və qiyamət gününə kimi bütün gələn insanlara gəlib. Nə qara millətə aid deyil, sadəcə nə qırmızı millətə, nə ağ millətə, nə sarı millətə və yaxud da sadəcə ərəblərə aid deyil. Allah Teala Quran-ı Kərimdə buyurur ki, mən səni bütün insanlara rasul olaraq göndərdim. وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَةً لِلنَّاسِ Səni biz ancaq bütün insanlara göndərdik. Bütün. Ərəbi nədir? Qeyri-ərəbi nədir? Ona görə Peyğəmbərin gətirdiyi bu din hər millətə, hər zamana və hər məkana uyğun bir dindir. Kim bu dini anlayarsa, əziz qardaşlarım, həqiqətən bu risalənin, bu şəriətin hər bir tayfaya, hər bir millətə, lüğətindən, rəngindən, adətindən, ölkəsindən fərqi olmayaraq, hər bir millətə, zamana və məkana uyğun olan bir dini olduğunu görməlidir və yaxud görə bilər. İnşallah bugünlük dərsimiz bu qədər. İnşallah növbəti dərsimizdə də 3-cü məsələ də La ilahə illallah kəlməsinin şərtlərini keçəcək. La ilahə illallah kəlməsinin şərtləri. Hansı ki o şərtlər, o deyən adamda bu şərtlər toplanmasa, bu la ilahə illallah kəlməsini təhqiq eləmiş olunur. Sonra isə növbəti məsələdə də insanı İslamdan çıxardan 10 məşhur məsələyə toxunacaq inşallah. Allah Teala'dan istəyirəm ki, deşli faydalardan etsin, bilmədiklərimizi öyrətsin, bildiklərimizi əməl etməyi nəsib eləsin. Və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcməin. İxlasla.com saytı tərəfindən təqdim olundu.